Bullyingə məruz qalmış şagirdlərə müəllim fərqli yanaşmalıdır. Ən azından bir ona dəstək göstərilməlidir, onu qəhrəmana çevirməlidir. Müəllim, düz deyirsən, amma döymədən də olmur. Mən də yazıram ki, döyəndə uşaq alçalmış hissinə bürünür, sabah da bir başqası ona eləyəndə onu normal qəbul olunur. Düz deyirsən, amma yenə də döymədən olmur. Əlbəttə hamımız istəyirik ki, övladımız yaxşı olsun, yaxşı oxusun, nə bilim, yaxşı işə sahib olsun və s. və s. Amma bunu necə istəyirik, bu çox əhəmilidir. Bəs valideynlər bunun qarşısını almaq üçün nələr etməlidir və ya hansı profilaktik tədbirləri öncədən görməlidir ki, övladı bullyyə çevrilməsin və bullyingə məruz qalan olmasın? Zarafat hər iki tərəf güldüyü zaman sayılır. Yəni mən səndən zarafat edirəm, sən gülmürsənsə, bu artıq zorbalıqdır. Yəni bu sənin xoşuna gəlmir deməkdir. Salam, xoş gördük. Bugünkü mövzumuz yenə də cəmiyyət üçün aktual olan məktəbdaxili bullyingdir. Mövzunu dərindən müzakirə etmək üçün qonağımız psixoloq, pedaqoq Hüseyn Həsənovdur. Xoş gəlmisiniz. Xoş gördük. Hüseyn müəllim, belə bir sual ünvanlayım. Bullying nədir və bullyingin növləri nədir? Bullying ümumiyyətlə Azərbaycanca zorbalıq deyilir. Mən yavaş-yavaş biraz zorbalıq deyim, həm də leksikon olaraq da onu öyrənmiş olaq. Zorbalıq qəsdən edilən, davamlı edilən və güc balansızlığıdır. Hansı ki, əslində siz girişdə məktəbdə olan zorbalıq dediniz, amma bu əslində cəmiyyətin hər tərəfində, hətta ailənin içində belə ola bilir. Amma ən çox uşaqların vaxt keçirdiyi yer məktəb olduğu üçün daha çox məktəbdəki zorbalıqdan bəlkə danışacağıq. Zorbalıq budur. Bir vaxtlar uşaq zarafatı deyə bildiyimiz, keçdiyimiz şeylər əslində zorbalıqdır. Aha. Və dedik ki, bullyingin, məktəb daxili bullyingin daha çox diqqət ora çəkmək istəyirəm. Bir neçə növləri var. Bir neçə növü, belə deyək, zorbalıqdan sonra yaşanan problemlər özləri bir neçə növə bölünür. İndi zorbalığın özü də verbal zorbalıq ola bilər. Uşaqların şifahi olaraq bir-birini alçaltması, şiddət ola bilər, fiziki şiddət ola bilər. Və bu son dönəmlərdə başlayan kiber zorbalıq var, hansı ki, sosial şəbəkələrdə uşaqlara göstərilən zorbalıq, hansı ki, bu üçünün də nəticədə çıxardığı şey eynidir, amma fərqləri fiziki, şifahi və kiber. Əsas fərqləri odur ki, görünmə fərqi var. Fiziki şiddət, fiziki zorbalıq daha çox görülür. Şifahi olana başqa donlar geyindirilə bilir, zarafatdır, bir söz dedi, nə oldu ki, qaşın düşmədi. Kiber ümumiyyətlə görünmür, kiber daha təhlükəli. Ona görə bu dönəmdə mən həmişə deyirəm ki, bu dövrdə valideyn olmaq daha çətindir. Ümumiyyətlə bu dövrdə uşaq olmaq da çətindir. Hansı ki, yetişkinlərin, gəncləri qınadığı bir şey var da, bizim dövrümüz daha çətindir, sizin dövrünüz asandır. Yox, bu dövr əgər illah da birini çətin, birini asan eləyəcək olsaq, ki, hər dövrün öz çətinliyi və s. var. Yəni, məncə, hər dövr özünə görə çətindir, özünə görə rahatlığı və çətinliyi var. Belə bir yarışa girmək ehtiyac yoxdur, amma illah da yarışdırası olsaq, məncə, bu dövr daha çətindir. Bu dövrdəki hər şey daha çətindir. Yəni, uşaq olmaq da çətindir, dərs oxumaq da çətindir, baş çıxarmaq da çətindir və valideyn olmaq da çətindir. Çünki müəllim olmaq da çətindir eyni zamanda, mən də müəlliməm. Yəni, daha ayıq və oyaq olmamız lazım, ayıq-sayıq olmamız lazım ki, o görünməyən zorbalıqları da görə bilək. Dövrlərə toxundunuz. Bizdən əvvəlki dövr və bizim hal-hazırda yaşadığımız dövr dediniz. Əvvəl bullying gözə görünmürdü, yoxsa indi daha çoxdur? Əslində, əvvəldə var idi, gözə görünmürdü, həm də görünürdü, belə deyək. Görünənə don geyindirilirdi, zarafat kimisindən. Əslində, indi də deyilir. Sadəcə, belə deyək də, onun tərifi dəyişdi, yəni izahı dəyişdi ki, məsələn, zorbalığın, bayaq başda soruşduq, zorbalıq nədir? Mən deyim ki, yəni davamlı olan, güc balansızlığı olan və qəsdən edilən bir şey. Bu izahdan baxanda, bu aspektdən baxanda baxır ki, bizim dövrümüzdə olanlar da elə zorbalığıymış. Amma biz onu uşaq zarafatı deyə keçmişik. Amma bu dövrdə də biraz daha artıb təbii ki, çünki yəni sosial şəbəkənin olanlar daha çox görülür, həm də daha çoxdur. Belə deyək. Bullyingə, zorbalığa məruz qalmış şagirdin psixoloji durumunda nə kimi dəyişikliklər baş verir? Əslində, müşahidə elədiyimiz ya da psixoloqlara, valideynlərin müraciət elədiyi bir çox səbəb əslində zorbalığın nəticəsidir. Məsələn, bu sualı mənə deyil, mütəxəssisə deyil, bir 5 dənə valideyn qoysaq, bura sorursaq onlara, onlar övladlarında ya da bir 5 müəllimə sorursaq, onlar uşaqlarda gördükləri xoşa gəlməz nəticələri saysalar, bu sualın cavabına çıxar. Mən də özət olaraq deyim ki, ola bilər ki, uşağın özünə inamsızlığı başlaya bilər. Başlaya bilər, yox, başlayır. Yəni, bunlar niyə ola bilər deyirəm, çünki hamısı eyni uşaqda görülməyə bilər, amma ümumi görünənlər bunlardır.
Ola bilər ikinci sosial qorxu yarana bilər. Artıq heç kəslə sosiallaşa bilmir. Girdiyi mühitlərdə çox sakit, səssiz qalır. İçində bir belə deyək də, Lora ifadə edilsə, içində bir əjdaha yatıran onu heç cürə çıxara bilmir. Üçüncüsü ola bilər depressiya ola bilər. Depressiv dönəmlər keçirə bilər, yavaş-yavaş depressiyaya girə bilər və yenə də bunlar da həmin özünə inamsızlıq və sosial qorxunu da biraz da dəstəkləyir. Akademik uğurları zəifləyə bilər. Artıq sinifdə danışamaz, dərsə cavab verəməz hala gələ bilər. Dərsdən, məktəbdən, hər şeydən soyuya bilər. Düşünün ki, bir sinif mühitində zorbalıq görür, uşaqlardan bu şəkildə soyuyur. Bir də o zorbalığa mane olmayan bir müəllim var sinifdə, bir də müəllimdən o şəkildə soyuyur. Yəni ümumiyyətlə və dərsdən də soyuyur. Yəni dərs ümumiyyətlə zaten uşaq o halda onun dərsi, riyaziyyatı, tarixi fikirləşəsi. Napolyon nə edib bunu? Çox da onun vecinə deyil artıq Napolyon özü nə haldadır və təklik özünü tək hiss edə bilər yenə sinifdə. Çünki məktəbdəki ən çox görülən 3 zorbalıq fiziki, şifahi və sosial zorbalıqdır ki, uşağı qrupdan təcrid eləmək. Qızlar qızı, oğlanlar oğlanı və s. belə bir təcrid eləmək. Yəni bu artıq uşaq özünü tək hiss eləməyə başlayır. Yəni həm belə bir açıq-açıq təcrid olunur, həm də sahib çıxan yoxdur, dəstək olan yoxdur. Yəni 3 də deyək ki, sinif yoldaşları, müəllimləri və valideynləri heç kəs ona dəstək olmur və uşaq artıq təklik hiss eləməyə başlayır. Burada bir nöqtəyə toxundunuz, dediniz müəllim də fikir vermir, müəllim də buna dəstək olmur. Bəs bu kimi hallarda müəllimlər üçün ən effektiv strategiya deyərdim. Nədir ki, müəllimlər bunu tənzimləsin? Burada əlbəttə ki, mən bütün günahı həmkarlarıma atmayacağam. Çünki mən də sahədəki adamam da. Bəli. Mən məsəl üçün müəllim olmasaydım, danışdığım hər şeyi insanlar deyə bilərdi ki, pafosdur da. Yəni sən görmüsən o sinifi. Bəli, mən o sinifi görmüşəm. Görürəm, 20 ildən çoxdur ki, görürəm. Əlbəttə ki, müəllimin görə bilməyəcəyi şeylər də var mütləq ki. Amma görə biləcəyi şeylər də var. Çoxusunu görə bilər əslində. İlla ki, gözündən qaçan nəsə olar. Orada iki uşaq bir-birinin qulağına pıçıldayırsa, onu müəllim eşitməyə bilər. Tənəffüsdə nəsə olursa, onu görməyə bilər. O da keçməlidir müəllimlər otağında, dincəlməlidir və s. Üzr istəyirəm, sinifdəki uşaq sayında nəzərə alsaq, Bəli. müəllimi qınamıram. Və amma mənə elə gəlir ki, mən ümumiyyətlə həmişə müəllim olduğum bütün ilə, birinci ildən, hətta universitetdə oxudum, bakalavr təhsilimi Türkiyədə almışam. Orada hələ təhsilimiz bitməmişdi, staja gedəndə. Orada belə. Yəni bu artıq mənə hardan, yəqin ki, mən də oxuduğum, məzun olduğum məktəbdən dolayı bu olub. Türk liseyi məzunuyam, 2002 Şəki. Müəllimin ora girərkənki niyyəti çox önəmlidir. Məsələn, mən həmişə valideynlərdə açıq-açıq demişəm ki, mənim ikinci məqsədimdir uşaqlara ingilis dili öyrətmək. Bəli. Birinci məqsədim onların şəxsiyyətlərinin formalaşmasıdır. Mən ingilis müəllimiyəm. Çox gözəl yanaşmadır. Riyaziyyat müəllimi, tarix müəllimi, kimya müəllimi də bu dövr üçün özəlliklə ona fikir verərsə ki, hansı bu dövrdə bu daha da artıb, mən bu acizanə belə deyək də tövsiyəm olardı ki, yəni birinci o olması lazım. Çünki mən indi öz ixtisasım üçün deyirəm, hər kəs bunu özü üçün deyər ya da deməz, bunu hər kəsin öz vicdanına buraxıram. Mən deyirəm ki, uşaqlar, bu dövrün uşaqları YouTube-dan ingilis dilini mənim öyrətdiyimdən daha yaxşı öyrənə bilər. Yəni bir Hüseynin sinifdəki funksiyası sadəcə ingilis öyrətmək olmamalıdır. Əgər budursa, bir YouTube məni əvəzləyər, özü də çox yaxşı əvəzləyər. İndi həmişə yarı zarafat, yarı ciddi dediyim bir misal var ki, mən deyirəm ki, bir Balakənli Hüseyndənsə İngilis Londonlu Johnny daha yaxşı öyrədər. Bəli. YouTube-da belə olsa. Demək ki, Hüseynin sinifdəki funksiyası daha artıq nəsə olmalıdır Bəli. və daha çətini olmalıdır. Yəni müəlliməm axı mən pedaqoqam. Yəni mən uşağa toxunmasam, yəni o uşaq mənim sinifimə girib çıxanda sadəcə ingilis dilində fərq yaranırsa, mən sadəcə elm ötürən, maarifləndirən bir adamam. Yəni o ingilis dili mövzusuna maarifləndirən bir adamam. Amma mən pedaqoq olmam lazım ya da pedaqoqamsa bunu eləməm lazım. Pedaqoq olmaq istəyirəmsə bunu eləməm lazım. Orada sinifdəki mənzərə onsuz da görünür. Məsəl üçün uşaqların köçürmə məsələsi var da, kopya çəkmək məsələsi var. Biz onu sinifdə müəllimimiz eləmişdi. Engin Karataş vardı. O kim ki yazıb imtahanı bitirdi, onu çıxardırdı lövhəyə. Səscə deyirdi ki, sinifə bax. Biz onu baxanda ürəyimiz partlayırdı ki, görünür də kopya çəkənlərdə. Ay Allah deyir. Bayaq da mən görünürdüm, görürsən belə. Yəni müəllim əslində uşaqların düşündüyündən daha çox şey görür, düşündüyündən daha çox şey eşidir. Mən həmişə zarafatla arxada kimsə mənim arxamdan nəsə deyən deyirəm ki, eşitdim ha. Dedim ki, o müəllim hardan eşitdi? Uşaq deyim ki, biz müəllimlər daha çox eşidirik, daha çox görürük. Yəni mən o zorbalığı da görə bilərəm yəni. Məsələn, mən görürəm ki, o uşaq nəsə qaynıb qarışmır, tənəffüsdə tək gəzir, tənəffüsdə özünü məşğul edən uşaqlar olur, göz-gözə gəlinir. Bunu biraz daha danışsam qəhərlənərəm. Çünki o mənzərələr gözümün qabağındadır. Yəni özüm şagird olarkən sinif yoldaşlarımda görmüşəm.
Yeri gəlib bəlkə mən də eləmişəm. Mən özümü məşğul eləmişəm ki, kimlənsə göz-gözə gəlməyim. Çünki hər an zorbalıq ola bilər. Ya da onu sinifdə görürsən ki, o uşaq qarışıb qaynamaq istəmir. Nə ilənsə özünü yola verir ki, bircə kimləsə üzə gəlməsin. Bunu görmək üçün belə çox qeyri-adi bir Oxford məzunu müəllim olmağa ehtiyac yoxdur. Belə bir MİQ-də full yazıb, nə bilim, ölkə birincisi olmağa ehtiyac yoxdur, ya da ölkənin prestijli məktəbində işləməyə ehtiyac yoxdur. Yəni sadəcə bir dənə şeydir. O pulsuzdur, hamıda var. Əgər istifadə edilmir, niyyət məsələsi. Mən sinifə girəndə niyyətim nədir? Bir dənə bu. Yəni niyyətim sadəcə onu görməkdirsə, yaxşı olar ki, indi məsəl üçün deyək ki, valideyn olan müəllimlər avantajlıdır ki, empatiya qura bilər. Bu demək deyil, valideyn olmayan müəllimlər yaxşı ola bilməz deyil. Elə müəllimlər var ki, 10 dənə valideyn olan müəllim yığırsaq onun əlini su tökə bilmərik. Amma valideyn olan bir avantaj var ki, empatiya qura bilər ki, mənim övladım burada olsa, mənim övladım bu şəkildə tənəffüsdə təcrid olunsa, mənə xoş gələrdimi? Məsələn, mənə mesaj gəlsə ya da bilsəm ki, belədir, necə hiss eləyərdim? Əgər ona rəğmən çıxıb gedə bilirsə, demək ki, vicdan problemi var. Yox, əgər gedə bilmirsə, demək ki, o niyyətlənib artıq ki, görsün. O anlamda valideyndən daha professionaldır müəllim. Valideyn zaten zorbalığı görmür, özü eləmirsə, evdə uşaqdır da, yəni, amma zorbalığın ən belə mümbit yeri məktəbdir, sinifdir. Yəni, çox güclü müəllim onu görər. Görəndən sonra zorbalanan uşağı ayrı qurban deyək də, biz nə deyirik, zorbalıqda 3 obrazı var. Zorba, qurban və şahid. O qurbanı da ayrı müəllimin müalicə eləməsi lazım, onu ayrıca danışa bilər. Onu qəhrəman eləməsi lazım bir şəkildə. İndi videolar Instagramda da belə deyək, sosial şəbəkələrdə məşhur olan bir video vardır. Həmin o zəif görünən uşağı müəllim çıxarır qabağa və ona deyir ki, 2 dənə kağız var burada. Nə bilim, işte tənəffüsdə oyun oynamaq, yoxsa tənəffüsdə dərs eləmək. Hansını seçsən, bütün sinif onu qəhrəman eləməyə çalışır. Sonra uşaq çıxardır, tənəffüsdə oyun oynamaq. Və hamı çıxır tənəffüsdə, hamı bunu qucaqlayır, belə söyləyir və sonra da müəllim göstərir ki, əslində ikisində də tənəffüsdə oyun oynamaq var. Müəllimin məqsədi o uşağı qəhrəman eləməkdir. Və belə bir ustaca, amma çox belə bir qeyri-adi olmayan, yenə niyyət məsələsi varsa, niyyət mütləq yol tapılar. Orada, amma zorba ilə də ayrıca danışması lazım. Bu çox soruşulan suallardan biridir müəllimlər tərəfindən mənə ki, o uşaqları necə əridək? Mənim bu tip uşaqlar toplumda əriməz. Ümumiyyətlə, hamının içində olunan, necə o ifadə, tövsiyə təhqir kimidir. Yəni, toplum içində olan tövsiyə təhqir kimidir və gözəl bir ölçüdür, gözəl bir düsturdur. Ona görə onu ayrıca danışmaq lazımdır ki, mən bayaq belə bir şey gördüm, hamı gedəndən sonra ola bilər, tənəffüsdə ola bilər. Yenə onu da, müəllim Əhmədi kənara çəkdi demək nəsə gördü, olmasın bu qədər ustaca. Dərsdən sonra ola bilər, saxlayıb 5 dəqiqə sənin sözün var deyib ki, mən səndən belə bir şey gözləmirəm, yəqin ki, yanlış anladım kimisindən. Belə o uşaqları elə əritmək, uşaqdır bu nəticədə. Yəni, biz pis uşaqdır, filan kəsin uşağı çox pis uşaqdır, zorbadır, nə bilim, uşaqdır ya. Yəni, bunu, onu da yəqin ki, birazdan danışacağıq, niyə uşaq zorba olur. Yetişmiş bir insan, daha doğrusu yetişməmiş, yekə bir bədən, kiçik bir baş zorbadırsa, ona deyə bilmərik, uşaq deyir, o pis insandır, artıq pis formalaşdı, niyyəti də pisdir, qəsdən edir çünki. Amma bu uşaqdır, yəni bunu dəyişmək olar. Formalaşdıra bilərik. Yəni, ora necə gəlib onu tapmaq lazım. Çünki o sadəcə eləməyəcəksən bundan. Cəza sadəcə o anda onu saxlaya bilər, amma dəyişməyəcək. O uşaqla da ayrıca belə bir maraqlamaq lazım. Mənim təcrübəmdə var elə, yəni bəzən də qurban olan uşaqlar məktəb dəyişəndə elə olur. 9-cu sinif idi, başqa məktəbdən gəlmişdi, yeni belə bir xüsusi təyinatlı bir məktəb idi, adını çəkməyəcəm. 2 qrupa ayrılırdı ingilisli dərslərində və ilk dərsi bütün sinif eyni yerdədir, bütün qrup və biz 2 müəlliməyik, oturmuşuq. Jurnala görə o uşaq müəlliməyə düşməlidir. Belə baxdım ki, buyunuz var bu uşağın. Mən 2 müəlliməyə, onlar dəyişək qrupu, bu qrup mən düşdüm. O da zaten dünəndən hazır idi ona. Uşaq 1-2 ay sonra, bu sadəcə mənim uğurum deyil təbii ki, bu bir nəfərin edə biləcəyi bir şeydir. Bir neçə nəfər müəllimlə bunu anlaya biləcək və mənə dəstək ola biləcək olan müəllimlərlə paylaşdım. Onlar da ki, bizimlə nəzərimizdədir, diqqətimizi çəkib, sağ olsunlar. 2 ay sonra sinifin ən yaxşı uşaqlarından idi. Mən hər zaman ən yaxşı deyəndə akademik ən sonda deyirəm. Yəni, akademik yöndən də çox yaxşı idi və kənd məktəbindən gəlmişdi uşaq, ingiliscəsi çox zəif idi və çox yaxşı hala gəldi. Hal hərəkəti çox yaxşı oldu.
və ona sən pissən deyərlər ki, yox. Səndən bunu gözləmərək, sən daha yaxşısını eləyə bilərsən deyə belə bir dənə sual soruşdunuz, yarım saat danışıram. Bəli, buyurun. Bir mənzərə var, onu deyim, sonra dayanacam, növbəti sualıza Narahat keçərsiniz. olmayın, buyurun. Deməli, Qızılderililərin belə bir adəti var imiş. Kimsə bir pis bir hərəkət eləyəndə, mən ona çox təsirlənmişdim onu eşidəndə. Kaş hamımız bunu eləsək. Onu ortaya qoyurlar və ətrafında belə bir dairəvi dayanırlar və ona saatlarla, bəlkə də günlərlə elədiyi yaxşı şeyləri deyirlər. Sən filan vaxtı belə bir şey eləmişdin, sən filan kəsə kömək eləmişdin. Belə bir növbə ilə hamı deyir. Onların inancında onun içinə pis bir ruh girib onu çıxarmağa çalışırlar və ona yaxşılıqlarını xatırladaraq. Möhtəşəm bir şeydir yəni. Bunu yetişkin bir insana eləsək nə qədər effektiv olar bilmirəm. Amma bir uşağı eləsək mütləq ki dəyişər yəni. O anda dəyişməz, 10 dəqiqə elədin, yarım saat elədin olmaz ya da həqiqətən uşaqları yığıb həmin o zorbalıq eləyən uşağı ortaya qoymaq özü də bir doğru olmaya bilər, amma buradakı götürməmiz gerəkən dərs məncə odur ki, insana yaxşılıqlarını xatırladaraq ya da sən yaxşısan, sən yaxşı ola bilərsən, axı sən bu deyilsən kimisindən də nə etmək olar, dəyişmək olar və o uşaqları tək-tək müəllim bir 5 dəqiqə dərsdən sonra vaxt ayırıb məşğul olmalıdır. Bəli. Burada bir atalar sözü yadıma düşdü ki, deyir, ağılsıza ağıllı deyərək ağıl etmək olur. Və biraz əvvəl siz qeyd etdiniz ki, bullyingə məruz qalmış şagirdlərə müəllim fərqli yanaşmalıdır. Ən azından bir ona dəstək göstərilməlidir, onu qəhrəmana çevirməlidir. Bununla da bağlı səhv etmirəmsə belə bir dini hədis idi, oxumuşdum. Müəllim baxır sinifdə, şagird hər zaman dərsə cavab vermir, digərləri bunu belə deyək, səsli formada bullyingə məruz qoyur və müəllim bunun üçün bir belə deyək, strategiya fikirləşir ki, nə edə bilərəm ki, bu uşağı düşdüyü bu çətinlikdən, bu səssiz mühitdən kənara çıxarım. Və dərsdən sonra siz dediyiniz kimi 5 dəqiqə şagirdi saxlayır, bir bənd şeir verir. Deyir, bu şeirli əzbərlə gəl. Və şagird evdə şeiri əzbərləyir, növbəti gün müəllim o şeiri lövhəyə yazır. Bir 5 dəqiqə vaxt verir uşaqlara, deyir, baxın və mən bunu siləcəm, sizdən soruşacam. Təbii ki, bunu əzbərləmək bir o qədər də rahat olmur sinif üçün və hansı ki, bullyingə məruz qalmış şagird rahat şəkildə bu şeiri söyləyir, belə deyək. Və bütün sinifin gözündə bir qəhrəmana çevrilir və o gündən sonra o şagirdin həm akademik həyatında, həm də sosial həyatında çox xoşa gələn dəyişikliklər baş verir. Həqiqətən də dediyiniz kimi əsas məqsəddir. Müəllimin məqsədi varsa, mütləq ki, bir yolunu, bir strategiyasını, bir metodunu kəşf edəcək öz üçün. Bu müəllimlər hamısı bəlli bir IQ-su olan insanlardır, düzdür? Bu adamlar universitetə qəbul olublar, 4 il universitet oxuyublar, yaşından başından asılı olmadan. Çox daha çətin, ya riyaziyyatdan trigonometriyanı izah eləmək, yəni o metodu tapmaqdan çox daha çətindir. Yəni əslində həmkarlarımız çox daha çətin işlərlə məşğuldurlar. Valideynlərlə baş döyüşdürürlər, belə deyəcəm, elə də kobud çıxsın. Amma həqiqətən valideynlər müəllimləri çox yorur. Mən hal-hazırda elə bir situasiyada deyiləm, yəni mən dövlət məktəbində işləmirəm, zaten hiss olunur. Yəni mənim elə bir problem yoxdur, amma mən bilirəm ki, bu problemlər var və müəllimləri, valideynlər çox daha da belə bir akademik məqsədlərinin kənarında çox şeylərlə yorulur. Yəni bu qədər şey bacaran müəllim onu da bacarar. Yəni bunu tapmaq, o metodu tapmaq yəqin ki, çox da belə bir qeyri-adi bir bacarıq istəmir. Sadəcə niyyət. Zorbalıq edən şagird daxilində hansı savaşları verir ki, nəticədə bullyingə çevrilir? Burada məqsədlər, səbəblər əslində çox da fərqli deyil, belə şaxəli deyil əslində. Ən çox bilinənlər nədir? Məsələn, ki, evdə bir zorbalıq görən uşaq gəlib onu təkrarlaya bilər. Dəyər görməyən, zorbalıq dediyim, ola bilər ki, bu ana arasındakı şiddəti görür, müşahidə eləyir, gəlir sinifdə buna bənzər bir şeydir. Çünki o uşağın duyğu durumu sabit qalmayacaq əlbəttə ki, yəni onun hissləri, aqressiyası əlbəttə ki, artacaq. Artıq içində yığılmış bir aqressiya var. Gəlib onu göstərə bilər. Özünə zorbalıq olur, əzilir və gəlib əzmək istəyə bilər. Sinifdə heç cürə adı çəkilmir, bir şəkildə adını çəkdirmək istəyib eləyə bilər. Başqa bayaqda misal çəkdik elə. Başqa məktəbdə qurban rolunda olub, gəlib burada onu əzə bilər, əzməyə çalışa bilər və əsgərlikdə də bu şeylər olur. Vaxtilə əzilən, sonra qorumur təəssüf ki, o da başlayır əzməyə və müdafiə etmək üçün. Bəli, yəni güclü görməyə çalışır. Yəni bu fərqli-fərqli səbəbləri ola bilər. Ona görə o zorbalıq
eləyənə uşaqdır, eləyir, amma üstünə düşməlik kimi baxsa, bir səbəbə gedib tapmamız lazımdır. Artıq səbəb hardadır? Biraz danışdırsaq, müəllim onu sevsə, uşaq onu görür, yəni onsuz da nələrisə müşahidə edib bu nəticəyə gəlmiş uşaqdır, sevgini də müşahidə edəcək. Yəni onu görəcək ki, müəllim onu elədiyi hərəkətlərə görə belə deyək də çıxdaş eləmir, təcrid eləmir. Ümumiyyətlə uşaqlar nəsə eləyəndə, məsələn mən gənc müəllimlərə həmişə deyirəm, uşaq durub sizə laf soxa bilər, yəni söz soxa bilər. Sənin üzərindən oyun oynaya bilər. Nə edə bilər? Məsəl üçün durur sənə bir dənə söz deyir qəşəng, hamı gülür, o çönür, hətta baxır görür neçə nəfər güldü. Məsələn, oğlan uşağısa bu özünü qızlara göstərə bilər. Qız uşağısa necəsə də, yəni burada uşaqla dalaşmağa ehtiyac yoxdur. Yəni hətta məsələn mən özüm təcrübəmlə deyim, qəşəng belə babat zarafat eləmiş olanda özümdə əməl başda gülürəm ki, əlaydı, bunu sevdim. Amma məni alçaltmağa çalışırsa uşaq hər hansı bir məqsədlə əlbəttə ki, buna icazə verə bilmərəm, çünki bu da mənim sinifdəki reputasiyam, müəllim xarizmam və s. Bu Hüseynin yox ha. Oradakı o postun xarizması var, onu qorumalıyım, amma bunu qorumağın yolu da uşağa da elə qayıdım ondan da betərini demək deyil. Ustaca o şeyin içindən çıxmaq lazım, amma bunu bir kənara not eləmək lazım ki, niyə uşaq belə bir şeyə ehtiyac duyur. Çünki biz adının çəkilməyini insanlar sevir. Məsəl üçün mən deyək ki, 30 nəfərin içində kimsə mən, Hüseyn bəy, xoş gəlmişsiniz desə, 40 yaşım var, mən psixoloq adamam, yəni. Xoşuma gələr, yəni. İstər-istəm elə içimdən bir, o insanın nəfsini nə qədər tərbiyə edibsə, ego nə qədər yuxarı aşağıdırsa, o xoşa gəlmə o qədər dəyişər təbii ki. Kimisi olar ki, bunu paylaşar ki, adımı çəkdə, kimisi olar ki, bir təbəssüm edər, təşəkkür edər. İstər-istəməz amma heç xoşuma gəlmədi, olmaz. Kimsə utana bilər, amma yenə də bir tanınılır, binilinir şeylə insan xoşuna. Demək ki, uşaqlar da elədir, yəni. Yəni, mən hər dəfə düşünün ki, Aysel, afərin Aysel, bravo filan kəs, amma otur aşağı Əhməd, yenə Əhməd. Bu Əhməd artıq görür ki, Əhməd niyə görür ki, afərin Əhməd, bravo Əhməd yoxdur. Sağ ol Əhməd yoxdur ki, mən də adımı eşitmək istəyirəm axı. O da içindən belə bir şey keçirir ki, mən də adımı çəkdirərəm sənə, narahat olma. Başlayır nələrsə eləməyə və mən otur Əhməd, sakit ol Əhməd, yetər Əhməd və aşağı Əhməd yuxarı adını çəkməyə başlayır. Artıq o da o şəkildə özünü belə deyək də egosunu tatmin edir. Və bunu belə bir aspektdən yanaşaq ki, olurmu ki, Əhmədin görünməzliyi, Ayselin daha çox öndə olması Əhmədi qıcıqlandırır və Ayselə zorbalıq etmək fikrinə salır. Bəli, ola bilər. Əslində biz olmayan, yəni yoxkən bir hər hansı bir intriqa yaranmağına da səbəb ola bilərik. Bu daha çox sinifdə uşaq çoxdursa orada olmur, amma evdə bu ola bilir. Məsələn, 3 uşaqdır, 2 uşaqdır, biri çox təriflənir, onunla o qıcıq yaradır. Yəni, məsələn, bacı qardaşlar arasında ki, olan o bəzən qısqanclıqlar oradan yaranır, birinin adı çox çəkilir. O istəmir də, yəni, yenə deyirəm, bax, biz yetişkinlər, anamız, atamız qabağımızı qoysa, bacımızla, qardaşımızla biz qarşılaşırsa, xoşumuza gəlməyəcək, qıcıq qapacaq, nə qədər də nəfsimizi, şəxsiyyətimizi, nə bilim, tərbiyələmiş olsaq da xoşumuza gəlməyəcək. Demək ki, uşağın da heç xoşuna gəlmir. Çünki o tam formalaşma dönəmindədir. Yəni, elə bir ki, onun mədəni cəsarətini, özünə inamını qırırıq. Sonra da gəlib mütəxəssis edirik ki, bizim uşağın biraz özgüvən problemi var. İnşallah, nəsə eləyində elə bir ki, sehirli çubuq var, toxunacaq, düzələcək. Yəni, orada başlayıb, sonra sinifdə də ola bilər. Yəni, sinifdəki də inkar ediləcək bir şey deyil. Ola bilər, bəzən hətta uşaqlarda bu olur da, mən uşaqlarla səmimi olana gəlib, mən onu deyirlər ki, müəllim, filan kəs var ha, o müəllimlər onu çox istəyir. O müəllimlərin gözünün qabağında elə edir. Normalda, nə bilim, tənəffüsdə müəllimlər haqqında belə şeylər deyir, amma orada özünü çox yaxşı göstərir. Nə bilim, hamını vurur, nə bilim, neyinir, incidir, amma dərsdə özünü yaxşı göstərir. Yəni, bunu müəllim həqiqətən görmürsə, bu müəllimin ustalığı yoxdur deməkdir. Amma görənlər də olur, o kontrolda saxlayır da, bilir ki, o uşaq oynayır belə. O da uşaqdır nəticədə. Onu oynayan da uşaqdır. Yəni, o sevgini, qayğını, ilgini, türklər demiş, elə paylamaq lazım ki, uşaqlar ondan kənarda qalmasın və çox da aşırı da eləməmək lazım, elə balansda saxlamaq lazım. Bilirsiniz, müəllim orada belə bir teatral bir səhnə göstərməlidir. Yəni, belə bir usta, həqiqətən sözün əsl mənasıyla usta da deyə bilərik, axına bir d qoyub belə bir söz oyuna edə bilərik, ustad da deyə bilərik, yəni elə olmalıdır. Yəni, çünki o qabağındakı kimliyindən asılı, bax, mən 60 yaşa qədər insanlar dərs keçmişəm, belə auditoriya olub deyək ki, korporativ bir. Yəni, oradakı insan, orada oturduğun anda, mən bugün də kimləsə dərs alanda, yəni mən konkret o şagird, dəcəl tələbə
şeyinə bürünürəm, psixologiyasına. Oranın şey odur da, psixologiyası Bəli, odur. bəli, Oturdunsa, elədir. sən artıq tələbəsən və şagirdsən. Yəni dərsi Bəli, qaynatmağa çalışırsan və s. və ora itaat eləmək istəyirsən. Yəni sən gözləyirsən oradan bir nəsə gözləyirsən. O qarşı tərəfdən nəsə o qarşı tərəf səndən yaşca çox kiçik də ola bilər və bəli, heç önəmli deyil. bəli, bəli, Orada aparıcı odur. bəli. Oradakı İdarə o edən odur. Bəli, avtoritar odur yəni və idarə edən odur. Oradan nəsə gözləyir. Uşaq da onu gözləyir yəni. O marağı gözləyir və var olduğu üçün dəyərli olduğunu uşağa göstərmək lazımdır. Bax bu bir müəllimin ən ümdə məqsədi olmalıdır. Sən varsan, varlığınla dəyərlisən. Sənin ekstra nəsə eləməyə ehtiyac yoxdur. Mən səni görürəm. yəni göstərdiyi fəaliyyətə deyil də şəxsiyyətinə Bəli, dəyər vermək. bəli. Ümumiyyətlə o belə bir o yanaşma var da. Məsələn deyək ki, uşaq nəsə bir yaxşı, xoşa gəlməyən bir şey elədi. Pis bir şey demək istəmirəm. Xoşa gəlməyən bir şey elədi. Biz ona o uşaq bilməlidir ki, valideyn olaraq da, müəllim olaraq da bizim dərdimiz, problemimiz onun şəxsiyyəti ilə deyil. Bəli, Mən səni hələ də sevirəm, amma bu hərəkət bundan razılaşa bilmirəm. Bunu niyə elədin? Bir gəl biraz müzakirə eləyək. Bir daha eləməyəcəksən. Bir baxaq görək niyə eləyib. Ondan sonra o məsələni həll edək. O zaten bir daha eləməz ya da eləməməyə çalışar ən azından. O yanaşmalar, əslində bunlar belə bəsit şeylər danışırıq. Zaten bəsitdir bunlar. Sadəcə bunu təkrarlamağımız yaxşıdır. Yəni bu kimi podkastların, bu kimi söhbətlərin şey odur. Faydası, ən çox faydası odur. Mən valideyn təlimlərində də deyirəm ki, bəlkə də bugün heç wow bir cümlə eşitməyəcəksiniz. Önəmli də deyil, mən bura gəlməmişəmsə wow elətdirin, valideyn nə qəşəng cümlə dedi. Mən bura gəlmişəm ki, biz bərabər xatırlayaq. Mən də valideynəm, siz də valideynsiniz. Aktuallaşdıraq bunu. bəli, O aktuallaşdıraq. qəzetin böyük başlığı olur. Türklərlə Bəli, manşet deyirlər, bəli, Azərbaycanca necə deyilir bilmirəm. Bəlkə bizdə də elədir. O manşetimiz həmişə o olsun yəni. Ki, uşağı anlamaq, uşağı görmək Bəli. bu çox önəmlidir. Yəni bir valideyn olaraq da, müəllim olaraq da. Bəli. Biraz əvvəl qeyd etdiniz ki, valideyn bunu araşdırmalıdır ki, hansı səbəbdən bu fəaliyyəti görür, yerinə yetirir belə deyək, xoşa gəlməyən bir fəaliyyəti yerinə yetirir və bu zamanda məktəbi susdur birinci. Təbii ki, məktəblə, müəllimlə əməkdaşlıq etməyə çalışır, psixoloqla əməkdaşlıq etməyə çalışır və psixoloq da orada bildirir ki, sizin bildirdiklərinizin bir neçəsini belə deyim, vurğulayır ki, sevgisizlik görüb və yaxud da diqqətdən kənarda qalıb və s. Bəs necə olur ki, bir evdən 3-4 övlad məktəbə getdiyi halda, eyni sevgini, eyni tərbiyəni, eyni diqqəti gördüyü halda, üçü çox sakit, heç bir problem çıxarmadan, belə deyək, akademik fəaliyyəti ilə məşğuldur. Amma biri isə tam əksinə. Bu əvvəla burada mən sualı iki yerə ayıracağam. Birinci sevgiyə toxunacağam ki, o valideynlərin sevgi veririk, hamısına eyni şey veririk də müəllim. Belə bir bu tonda deyilir o cümlə, hamısına eyni şey veririk də müəllim. Bu sevgi veririk dedi sevgi nədir? Buna baxmaq lazımdır birinci. Yəni mən o şəkildə sual alan müəllimlərdən onu xahiş eləyərdim ki, ya da tövsiyə elərdim ki, onu soruşsunlar valideynə. Valideyni onunla üzləşdirmək lazımdır ki, yəni sənin verirəm dediyin sevgi nədir? Bir də mən onu izah edə bilərsən. Ay müəllim, yediyi qabağını yeməyə arxasına nəysə salırıq. Bunlar həmişə bu tonda olur, ona görə imitasiyya etməyə çalışıram. Yəni Bəli. bunlar əsla sevgi deyil. Yəni məsəl üçün sevgi məncə ayrılan vaxtla ölçülməlidir. Ayrıla bilən vaxt deyib burada da valideynlərin tərəfinə keçim. də şərh yazacaq vaxtımız var, işləyirik, uşağa görə işləyirik də. Okey, sən uşağa görə işləyirsən, amma uşağın sevgi anlayışı o deyil. Yəni axşam evə gedib bir 10 dəqiqədə vaxt ayırmırsansa, da belə deyək də, gəl yalan danışmayaq da, yəni uşaq üçün işləyirsən. Ümumiyyətlə işləmək, pul qazanmaq da ayıb bir şey deyil də. Mən desəm ki, mən daha yaxşı maşın almaq üçün, ikinci ev almaq üçün işləyirəm. Bu da ayıb bir şey deyil. Nədənsə bu da ayıblanır, amma o ayıb kimi görünməsin deyə onu masumlaşdırmaq üçün biz adını qoyuruq ki, uşaq üçün eləyirəm. Hə, Bəli. uşaq üçün də eləyir. Bunu inkar eləmirəm. Yəni buna yalandı demirəm. Birinci ona baxmaq lazımdır. Sevgi dediyin şey nədir? Yəni doğru sevgini verirsənsə, bu nəticəni göstərəcək. Amma verdiyin şey sevgi deyilsə və sən adını sevgi qoyursansa, nəticə istədiyin kimi olmayacaq. Bu bir. İndi varsayaq ki, hamısına eyni sevgini verir. Bu tip problemlər eyni evdən çıxan uşaq, 3 uşaq, 4 uşaq, 3-ü də 4-ü eyni olmur. Bu genəldə nə problem olur? Uşaqlar arasındakı yaş fərqi uşaqların gördüyü qayğını dəyişir. Məsələn, genəldə o bəlkə də zorbalıq eləməsə belə içinə qapanıq uşaqlar evin böyük uşaqları olur. Evin böyük uşağı doğulur, çox da bəsitəsində düstur, onu izah edeyim. Evində birinci uşaq doğulur, bütün qayğı, sevgi, maraq ondadır. Hətta bəzən olur ki, hər iki tərəfin nəslin ilk uşağı olur, Bəli, başı ilk kral dəfə. olur. Kral ya da kraliça, prenses olur.
O çox belə pohpohlanır, hamı gələn gedən öpür, qucaqlayır və sairə və sairə. 1-2 il sonra, 3 il sonra ikinci uşaq da olur. Bəli, Bütün əlbəttə ki, fiziki olaraq da bu daha çox möhtacdır deyək ki, bəli, qayğıya. bəli. Da çönür qayğı, sevgi ona. Balaca yavaş-yavaş kənarda qalmağa başlayır. Balaca, üzr istəyirəm, böyük, Böyük, evin çox böyüyü, böyük. birinci uşaq kənarda qalmağa başlayır. O başlayır çabalamağa ki, mən burdayam, amma görür ki, taxt əldən gedir. Bəli, Bu balaca da evin balacası da daha çox şıltaq olur da. Hani balacadır, daha şirindir və s. Hər şeyin balacası şirin olur da. Yəni bəli, bu bəli. belə böyüyəndə sevmədiyimiz heyvanların belə balacası çox şirin olur. Sonra bir yerdən sonra artıq balaca da o böyüyün taxtını əldən almağa çalışır. O anlayır ki, orada bir şey var, taxtça başı var. Taxt var, bəli. Və bir yerdən sonra böyük içinə qapanır. Məsələn, mənim bir qrup yoldaşım vardı psixologiya oxuyanda. Pedaqoq idi o da, Könül xanım. O deyirdi ki, mənim 2 övladı var, indi 3 övladı var. 2 olanda o deyir ki, evə qonaq gələndə balacanı öpəndə bizim cəmiyyət üçün Könül xanımın elədiyi şey möhtəşəm bir şeydir. Yəni hər adam bacarmayacağı bir şey. Məsələn, mən özümə soruşuram ki, mən onu bacarardımı bilmirəm. Deyir ki, mən qaş gözləyirdim ki, böyüyü də öpün. Yəni mənim övladımı öp, mənim övladımdan maraqlan, çox da belə bir eləməsi çətin bir şeydir. Ayıb bir şey deyil. Yəni sadəcə insana qonağa necə deyirsiniz ona? Hətta yəni bunu əgər edə bilirsənsə, uşağı sevə bilirsənsə, ki, zaten evə yaxın insanlar gələr də. Yəni o çox yaxşı, ustaca bir davranış idi. Bir ana olaraq onu eləməyi çox yaxşı bir şeydir ki, o balans pozulmasın ki, uşaqlar arasında. Sonra başqa bir iş yoldaşım vardı. O 3-cü övladı doğulanda böyükləri hələ ki, o xəstəxanadan evə gəlməyib, Nuran bəy, Aytəkin xanım, bunlara da salam olsun buradan, gözəl valideynlərdir. Onlar balacanın adından 2 uşağa hədiyyə almışdılar, oğlan və qıza, ki, bunu sizə bacınız göndərib. Ki, o evə gəlmədən əvvəl ona qarşı bir şey olmasın da, bir qardlarını işte, tutmasınlar və uşağı belə bir mehribançılıqla, sevgi ilə qarşılasınlar deyə. Yəni, bu kimi fərqlər, sonra o uşağın əslində hamısına eyni sevgini verir. Bəli, valideyn hamısını eyni sevir, amma buna daha çox qayğı göstərir. Orada bir balaca bir ustalıq, balaca bir detallara diqqət eləmək lazımdır ki, hə, böyük elə bilir ki, kənarda qalır və sonra bunlar ikisi biraz daha böyüyəndən sonra biz onu biraz daha bəzəyirik. Nələrlə? Biraz daha qüvvətləndiririk bu fərqi. Ona deyir ki, sən böyüksən. O balacadır, sənə nə gəlib? O uşaqdır, sənə nə gəlib? Bu da uşaqdır, bunun 9 yaşı var, hələ bunu belə maşınla oynayan, kukla ilə oynayan az qala yaşlıdır. Yəni, belə biraz da o fərqi böyüdürük, belə biraz da o fərqi, qoyduğumuz fərqi onun gözünə soxuruq. İkisinin də barmağı qanasa, 2 valideyn, ananın, atanın da ürəyi o qədər eyni, sancar. Buradan az qala əminəm. 99% əminəm, bir ayaq yeri qoyun 1%. Yəni amma onu uşaq görmür axı, yəni o nə qədər üzülür, o bizim ürəyimizi bilmir. Amma uşaq şey görür ki, onu daha çox istəyirlər, onu daha çox istəyirlər. Ona görə belə bir balaca müşahidə eləsəz, o səssiz uşaq görsəz, bir adamla tanış olun. Belə bir sakit, çox da belə bir girişkən deyilsə, böyük ehtimal deyirəm, yəni %100 yox. Evin böyüdür o. Yəni o elə ki, içinə qapanmağı, sakit olmağı, səssizcə öz işini həll eləməyi, kimləsə yardım istəməməyi, biraz o təkliyə çəkilən genəldə daha çox vaxt böyüklər olur. O fərq ona görə yaranır. İndi o balaca sevgini alan balacalar gedir məktəbdə cıvıl-cıvıl mavi boncuq dağıtırlar hər kəsə, amma o böyük içində qalan qıcığı gedir başqasından çıxartmağa çalışır. Ya dərsi pozur, ya bir başqasını incidir. Yəni ona görə fərq yaranır. Valideynlər biraz ona baxmalıdır. Səbəblərdən biri də bu olarmı? Böyüklərdə valideynlər daha çox yüklənir. İlk gözləntilər ondan olur. Yaxşı bal toplamalısan, uğurların çox olmalıdır. Hətta mənim özümün gənclikdə reallaşdıra bilmədiyim uğurlarımı da sən reallaşdırmalısan kimi biz onlara bullying edirikmi? Bəli, bu özü də bir bullyingdir. Məsəl üçün, yəni o bullyingə susan uşaqlar var, qurbanlar. Susan və qəbul eləyən, nə bunu müəllimə, nə də valideynə deyən uşaqlar var da. Onlar evdə də zorbalıq görənlərdir. Keçən dəfə də belə bir videonun altına biri yazmışdı, mən yenə fiziki şiddəti də qınadığım bir videonun altına biri yazıb ki, valideyn ki, müəllim düz deyirsən, amma döymədən də olmur. Mən də yazıram ki, yox, yəni siz bəs döyəndə uşaq alçalmış hissinə bürünür, sabah da bir başqası onu eləyəndə onu normal qəbullar deyir, düz deyirsən, amma yenə də döymədən olmur. Yəni o zorbalıq əgər evdə varsa, uşaq özünü zaten alçalmış hiss edirsə, düşün ki, ən doğmasından, ən güvəndiyi yerdən alçalır. Sabah sinif yoldaşı, müəllim, komandiri, müdürü, yoldaşı, nişanlısı, sevgilisi də onu alçaldanda o da onu çox normal qəbul edir ki, yəqin belə olmalı. Mən çünki buyam da, mən buna layiqəm və s. və s. Əslində zorbalıq oradan başlayır. Böyüklərə qarşı olan yəni, o akademik
zorbalıq da belə deyək, indi belə Bəli, bir bəli, bəli. termin bəlkə də yoxdur, mən uydurdum akademik Əslində zorbalıq. doğru vurğulayırsınız, elə akademik zorbalıqdır. Çünki Bəli. valideynlərin əsas onlardan gözlədiyi uğurlardır. Yəni uğur gözləməyi çox normaldır, amma uğuru necə istəyirik? Əlbəttə hamımız istəyirik ki, övladımız yaxşı olsun, yaxşı oxusun, nə bilim, yaxşı işə sahib olsun və s. və s. Amma bunu necə istəyirik? Bu çox əhəmilidir. Yəni o bu məsələdə biraz baxmaq lazım ki, uşağın potensialı nədir? Hansı sahəyə daha çox potensialı Bəli, var? Əslində uğurlu olmağın yaşı yoxdur, böyükdür də uğurlu olmalıdır, belə bir. Çünki ona o məsuliyyət yüklənir ki, sən daldan gələnlərə örnəkdə nümunə olmalısan. olursan, hə, yəni ona görə sən belə o uşağa onun anlamadığı və onun əslində heç elə bir olmayan məsuliyyətini Bəli. çiyninə qoymuş oluruq. Gərək yoxdur da buna. Yəni ümumiyyətlə uşağa mən filan şey olmaq istəyirdim, olmadım, sən ol. Bu ümumiyyətlə yanlışdır. Yəni böyük, kiçik fərq qoymaq, bu bayaq ki dediyimiz o fərqi biraz daha qüvvətləndirmədir. Bu biraz akademik mövzuya girir. Ayrıca müzakirə olunması Bəli, bir bəli. mövzudur ki, valideynlər uşaqlardan akademik uğurları gözləyəndə nələrə diqqət Bəli, eləməlidir, necə yanaşmalıdır, həssas yanaşmalıdır. Bəli, bəli. Yəni o imtahan sonrası yaşanan xoş olmayan hadisələr, təəssüf ki, aktlar belə deyək də ona görə olur ki, valideyn uşağı bu da bir zorbalıqdır bəli, yəni akademik zorbalıqdır Bu belə ilkdən deyək. danışıqsa bəli, bu Bəli, da bəli, bir yəni hissəsi. valideynin elədiyi şey, yəni ümumiyyətlə o aşağı siniflərdə əgər dərs düzəni yaxşı deyilsə uşağın, yəni 5-ci, 6-cı sinifdə, 7-ci sinifdə, yəni 9-da hazırlaşmağa başlayırsa bu uşaq əlbəttə ki, çətinlik çəkəcək, yəni. Öyrənmək vərdişli olmayan bir beynin yenidən 5-dən başlayacaq, zaten proqramımız çox ağırdır, yəni imtahan proqramlarımız çox ağırdır. Orada valideyn ümumiyyətlə nəzərə almalıdır, yəni bu uşağın, mən müəllim olaraq belə deyim də, sinifdə elədiyim nə idi? Bir uşağın əgər riyaziyyatdan şkala 10 götürək, riyaziyyatdan qabiliyyəti, potensialı 9-dursa, 8-ə razı olmurdum, 10 da istəmirdim. Və bunu da valideynə deyirəm ki, yəni sizin övladınızın qabiliyyəti 9-dur. Bundan mən 8-ə razılaşmayacağam, çünki istəyirəm ki, potensialını yerinə yetirsin və bunu eləyərkən də onu motivasiya ilə, sən daha yaxşını edə bilərsən. 9-a çatdım ki, burada dayanmaq lazımdır. Yəni, biraz da uşaqda qaş qayırımdakı göz çıxartmamaq lazım uşağında, amma 10 da istəməmək lazımdır. Bunu valideynlərin nəzərə alması lazım. Bir uşaq həm tarixi çox yaxşı, həm kimyanı çox yaxşı, həm biologiyanı çox yaxşı, həm riyaziyyatı çox yaxşı, hamısında çox belə. Bu mümkün deyilə yaxındır da. Tamam 700 toplayan uşaqlar var, həm 690'lar var, 680'lər var, amma potensial olan uşaqlar var, olmayan uşaqlar var. Olduğu qədəri ilə razılaşıb, uşağın sevgisini kənara qoyub, uşağın şəxsiyyətini kənara qoyub o balı toplatdıracaqsa, onsuz da o bal onun həyatının heç bir yerində bir daha da işinə yaramayacaq. O bal toplanacaq, orada da qalacaq və şəxsiyyəti formalaşmamış ya da yanlış formalaşmış, özünü sevməyən, özünə inamı olmayan bir adamın 650 balı olsa nə yazar, 700 balı olsa nə yazar yəni. Biz artıq problemləri müzakirə etdik, qaynaqlanma səbəblərini də araşdırdıq, belə deyək. Bəs valideynlər bunun qarşısını almaq üçün nələr etməlidir və ya hansı profilaktik tədbirləri öncədən görməlidir ki, övladı bullyyə çevrilməsin və bullyingə məruz qalan olmasın? Burada bayaq da müzakirə edərkən siz demiş, müəllimlər tərəfini danışdıq ki, müəllimlər nə etməlidir ki, məsələn, zorba varsa, zorba ilə ayrı danışmaq, qurban varsa onu qəhrəmana çevirmək və s. və s. Bu uşaqlar evdən çıxırlar, evdən gəlirlər. Valideynlərin maarifləndirmə məsələsi olmalıdır ki, ümumiyyətlə uşaqların temperamentindən, xarakter tipindən asılı olmadan hər kəs zorba da ola bilər, qurban da ola bilər. Bunun ondan hardasa heç əlaqəsi yoxdur. Valideynlər uşağa o öz inamı verməlidir və özünü qorumağı da bu şəkildə öyrətməlidir ki, məsələn, deyək ki, bizim düşərgələrdə uşaqlara davamlı dediyimiz bir məsələ var. Çünki zorbalıq, ümumiyyətlə bu zorbalıq məsələsi işlənilir. Bir də zarafat məsələsi var. Deyək ki, kimsə nəsə deyir, sonra bir dava düşür. Sən aydınlaşdırmağa çalışırsan ki, mən zarafat eləmişdim. Biz də uşaqlara öyle dedik ki, zarafat hər iki tərəf güldüyü zaman sayılır. Bəli. Yəni, mən səndən zarafat edirəm, sən gülmürsənsə, bu artıq zorbalıqdır. Yəni, bu sənin xoşuna gəlmir deməkdir. Valideynlər uşağa bunu anlatmalıdır ki, bax, sən kimləsə zarafat eləyəndə, məncə buradan başlamaq lazımdır. Yəni, zorba olmadan başlamaq lazımdır. Özünü qoru, heç kəsə əzdirmədən deyil, əzmə və əzdirmə. Sən kimləsə zarafat eləyirsən, oğlum, qızım, əgər onun qarşı tərəf gülmürsə, bu demək ki, onun xoşuna gəlmir və sən onun bunu davam eləməməlisən. Çünki bu artıq zarafat deyil, bu zorbalıqdır. Yaxşı, yaxşı. Başqası da səndən zarafat eləyəndə xoşun gəlmirsə, ona deməlisən ki, dostum, mənlə bu zarafat eləmə olar, mən zarafat sevirəm, səndən zarafat eləyək, amma bu zarafat eləmə, bu mənə xoş gəlmir. Səbəbi hər nədirsə. Əslində, bu yetişkinlər arasında ola biləcək bir şeydir. Valideynlər uşaqları bunu öyrətməlidir.
və zorbalığın nə olduğu, məsəl üçün sənə əgər fiziki olaraq kimsə toxunursa, yenə zarafat ola bilər, amma bu sənə əgər canını ağrıdırsa və bu artıq sənin məsələn başa şillə vurmaq, sifətə şillə vurmaq, bunlar alçaldıcı bir şeydir. Yəni bunu eləyirsə, bax bunu qarşı tərəfə demək lazım ki, bu sərhəddi qoyman lazım ki, bunu eləmə. Bunu hansı uşaq eləyə bilir? Evdə gerçəkdən o uşağın sərhəddi qorunursa. Yəni bunu şifahi olaraq biz deyirik ki, amma uşaq gedib onu edə biləcəkmi? Yəni evdə də o qorunursa, uşağın o sərhəddi qorunursa, uşaq gedib onu sinifdə də, məktəbdə də edə bilir. Və mən onu bir müəllim olaraq, ya da bir düşərgə rəhbəri olaraq onu kənardan çox yaxşı rahat görə bilirəm. Yəni o məsafəsini qoyan uşaqlar o çox xarizmatik olur o uşaqlar. Yəni balaca canı ilə görürsən ki, o məsafəni qoya bilir. Çünki ona öyrədilib. Şifahi olaraq da öyrədilib və evdə də bu tətbiq olunub. O uşaqlar həmin o öyrədiləni gedib sinifdə tətbiq edə bilirlər. Məsafəni qoyurlar və həll yolu da, məsələn deyək ki, bu məsafəni qoydu. Yenə də kimsə zorbalıq elədi. Bu məsafəni qoydu deyə qarşı tərəf də onu qoruyacaq deyə bir qayda yoxdur, təəssüf ki. Bu səfər uşağa öyrədilməlidir ki, yəni, birinci o adamın özü ilə danışmaq lazımdır. Sonra demək lazım ki, əgər bu məsələni sən davam eləsən, mən məcbur bunu müəllimlə bölüşməli olacam, valideynimə deməli olacam, çünki bu elədiyin şey məni incidir. Biraz əvvəl dediyiniz kimi, hansı ki sərhədlər, sərhədlərdə düşünürəm ki, müəllimlər də biraz daha diqqətli olmalıdır ki, şagirdlərə öz dəyərlərini, öz sərhədlərini bir-biri ilə bölüşməyə bir şərait yaradılmalıdır ki, mən bunun kitabına toxunsam, xoşuna gəlirmi, gəlmirmi və yaxud da bunun ruskasını götürüb icazəsiz, qələmini götürüb icazəsiz istifadə etsəm, xoşuna gəlirmi, gəlmirmi? Etik normalar öyrətmək lazımdır. Yəni o icazə mədəniyyətini öyrətmək lazımdır. Necə ki, başqalarında görəndə, başqa millətlərdə görəndə xoşumuza gəlir. Yəni o sinifdən başlayır da. Bəli. 11 il uşaq ordadır. Yəni da bu öyrətmək üçün böyük bir fürsətdir də. Yəni heç 11 il uşaq mənim qabağımda o qədər qalmır da, bir valideyn olaraq. Müəllim olaraq həm mənim də yanımdadır. Əlbəttə ki, mənim də öyrədə biləcəyim şeylər var. Bu əsla belə başa düşməsin, göndərmişəm məktəbə. Hə, yəni məktəbə öyrətsin yox. Mən də uşağa təməl tərbiyəni verməmişəmsə, müəllim yazıq 40 nəfər var sinifdə, 30 nəfər var sinifdə dövlət məktəblərindən gedir söhbət. Yəni orada neyniyə bilər? Lap özəldə də, mən də özəldə də işləmişəm. 20 nəfər var idi. Yəni uşaq əgər belə bir tərbiyəsiz böyüdülübsə uşaq, sən neyniyə bilərsən bir neçə saat ərzində. Amma yəni o şey məsələsi də bayaqki dediyimiz niyyət məsələsi. Yəni mən sinifə girəndə riyaziyyatdan falan şey, ingilisdən falan şey öyrədərkən danışma mədəniyyətini, dinləmə mədəniyyətini də öyrədə bilərəm. Onsuz da mənim sinifimdə də o lazımdır. Yəni bu elədiyim şeylər, öyrətdiyim şeylər mənə də lazımdır onsuz da. Yəni çox bəsit bir qaydadır ki, uşaqlar bir nəfər danışır. Sinifdə bir nəfər danışa bilər. Mən danışanda siz dinləməlisiniz. Bax sən danışanda falan kəs. Mən də səni dinləyirəm. Uşaq görür ki, iki adamdır, o da dinləyir. Dinləməməli. Belə 5 dəfə, 10 dəfə, 15 dəfə, gərəksə 20 dəfə demək lazımdır. Mən həmişə qrup rəhbərlərinə, düşərgələrə deyirəm, bir şeyi 1 milyon dəfə demiş olmağımız o demək deyil, 1 milyon birinci dəfədə deməli olmayacağıq. Uşaqdır bu. Demək lazımdır. Hər kəsin ərmə nöqtəsi fərqlidir. Hər kəs birinə evdə zaten 100 dəfə deyilib, sən də 101-ci deyəndə düzəlir. Birinə heç demək ehtiyac olmur, birinə də demək lazımdır. Həmişə də burada belə bir misal çəkirəm, burada da çəkim yeri gəlmişkən. Qurani-Kərimdə Peyğəmbər Efendimiz sallallahu əleyhi və səlləmə xitaben ayə var. Allah deyir ki, onların başları çartlayana qədər de onlara. Mealən belədir. Mən bir pedaqoq kimi həmişə deyirəm ki, bunu özümə üfüq xətti kimi götürmüşəm bu ayəni ki, demək ki, anlatan o da bir rəsul idi, elçi idi, anlatmağa gəlmişdi. Biz də tamam da, yəni biz də bir elçiyik hardasa. Bizim də demək ki, o başlar çartlayana qədər istər uşaqlara, istər valideynlərə deməmiz lazım. Bu podkastda o da əslində o deməkdir. Təşəkkür edirəm ona görə belə bir mövzunu aktuallaşdırdığınız və dəvət elədiyiniz üçün mən də. Mən sizə təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz, gəldiniz və həqiqətən də əminəm ki, bu podkastdan valideynlər xeyli özlərinə lazım olan məlumatları götürəcək. İnşallah. Onlara yardımçı etmiş olduq düşünürəm ki. İnşallah. Çox sağ olun. Sağ